İzləyicimiz belə bir sual verib. Xanım buyurur ki, sentyabr ayında axırıncı ay başısı olub və həkimə müraciət edib ay başı gecikdiyinə görə. Ultrasəs müayinəsində endometriumun qalın olduğu bildirilib. Həmçinin xanım hamiləlik testi edib, təbii ki, nəticəni aydınlaşdıra bilməyib. Və vurğulayır ki, bir neçə il öncə də eyni problemlə rastlaşıb, endometriumda polip aşkarlanıb və bu polipə görə xanım polipektomiya cərrahi əməliyyatı olunub və bir neçə ildən sonra təkrar yenə də eyni problemlə rastlaşıb. Belə olan halda xanım diaqnostik kuretaj istəmir, yəni bu prosedurun icra olunmasını istəmir və nə edəcəyini soruşur. İlkin olaraq onu bildirim ki, burada hamiləliyin olub-olmamağı aydınlaşdırılmalıdır. Təbii ki, hamiləlik varsa, bu da hamiləlik testi ilə bir nəticə ortaya çıxmayıbsa, qanda beta-xorion gonadotropin hormonu, hamiləlik hormonu yoxlanır və bu hormonun rəyinə uyğun bilinir ki, hamiləlik varmı, yoxmu? Əgər hamiləlik varsa, təbii ki, bu xanımın seçiminə buraxılır və qərar xanımın olur. Yox, hamiləlik yoxsa, belə olan halda aybaşı görən qadınlarda endometrium 14 mm-lərə çatana qədər norma sayılır. 14 mm keçmiş endometrium və aybaşı da baş vermirsə, mütləq endometrial biopsiya göstərişdir. Endometrial biopsiya olunmalı və uşaqlıq boşluğundakı həmin endometrium dəyərləndirilməlidir. Və bundan sonra, endometrium dəyərləndirdikdən sonra isə bu prosesdə nə səbəb olub, o aydınlaşdırılmalıdır. Çünki bu bir hormonal pozğunluğun göstəricisidir və endometrial biopsiya, belə deyək, və yaxud da ki, diaqnostik kuretaj. Bu müalicə sayılmır və bugünkü gün ancaq endometriumun dəyərlənməsi üçün xidmət edir. Altda yatan səbəb hormonal problem aydınlaşdırılmalı və xanım müalicə almalıdır. Təbii ki, bu problemə gətirib çıxaran patologiyalar çoxdur. Bu prolaktin hormonunun yüksəkliyi, bu tənbəl zob, piylənmə, yumurtalıqların polikistoz sindromu və s. ola bilər. Və altda yatan patologiya aydınlaşdırılmasa, müalicə olunmasa, növbəti aylarda yenə də xanım eyni patologiya ilə, eyni problemlə üzləşəcək.